Deməli, salam, hər vaxtınız xeyir. Biz Göyçay şəhərindən gəlmişik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant layihə olan deməli, Göyçayın Saf 2024 Arduino şagirdləri layihəsidir. Layihə rəhbəri mən Səkinə Müstəqova, təlimçi Şamil İskəndərov. Deməli, Göyçayda gənc kadrdır, robot texnikalar üzrə mütəxəssisdir, ümumiyyətlə kompüter bilgilər daha yüksəkdir və 7-ci qrant layihədə də layihənin təlimçi olubdur, Stena Festivalı. Onda biz 3D printer və 3D rutka ilə təlim keçmişdik. Sizin Mingəçevir şəhərinə ekskursiyamız var, onunla bağlı gəlmişik. Çox sağ olun, dəvətiniz. Sizin istəyimizi qəbul etdik. Buyurun. Bugünkü layihəmiz Arduino şagirdləri. Göyçayın Saf 2024 Arduino şagirdləri. 32 təlim olub, 2 saatla 64 saat. Müəyyən qədər öyrənən öyrənib, qarlı yağışlı havada, qarlı soğunlu havada gəlmişik. Bacardığımız qədər buradayıq. Buyurun. Hoş gəlmişsiniz əvvəla. Sizi burada görmək bizim üçün xoşdur. Mingəçevir STEM mərkəzi daim həm şagirdlərlə, həm tələbələrlə, həm böyük yaşlı şəxslərlə işləyir. Bizim məqsədimiz STEM sahəsində olan yenilikləri, STEM sahəsində olan bilikləri şagirdlərə ötürməkdir. İndi biz öncəliklə Aysel müəllimlə mərkəzimiz haqqında, mərkəzimizin uğurları haqqında sizinlə birlikdə təqdimat edəcəyik. Daha sonra mərkəzin müəyyən hissələrində ekskursiya, bəzi avadanlıqların, robotların işlədilməsinə əyani şəkildə baxacağıq. Düzdür, hər şeyə baxa bilməyəcəyik. Amma çalışdığımız qədər, müəyyən qədər çalışacağıq ki, hər şey haqqında sizə məlumat verək ki, ümumiyyətlə bu STEM nədir? STEM təhsili Azərbaycanda yeri nədir, rolu nədir və gələcəyə hansı vədlər verir bizim. Mingəçevir STEM mərkəzi Mingəçevir şəhər 9 nömrəli Orta məktəbdə yerləşir. Mingəçevir STEM mərkəzi 2022-ci ilin iyunun 28-də başlayır. Əsəl məlumat siz məlumat verin. Uşaqlar şəkillərlə görüldüyü kimi Elm və Təhsil Naziri Emin Əmrullah mərkəzinin açılışında iştirak etmişdi. Mərkəzimiz absolutlu gündən bu günə qədər mərkəzdə biz koordinator olaraq fəaliyyət göstəririk. Bir sıra yarışlarda, festivallarda iştirak etmişik. Yəni müəllimimiz də bəxtiyar etdi. STEM Azərbaycan festivalı həmçinin bura daxildir. Və biz burada açılışlar haqqında, belə deyək də, yarışlar haqqında məlumatlar qeyd etmişik. Ümumiyyətlə, STEM sözü nədir uşaqlar? STEM bilirik, gəldiyimiz mərkəz haqqında. Və niyə STEM? Nə deməkdir? Bilirik, məlumatımız var. Kimsə məlumatı var? Aha. Deməli, uşaqlar, bu İngilis sözlərinin birləşməsidir. S, STEM, T, texnologi, E, engineering, yəni mühəndislik, A, art, incəsənət, M, məhz. Riyaziyyat. Bizim hal-hazırda mərkəzdə şagirdlərin istifadəsi üçün şagirdlərin rahat şəkildə yarışlara, festivallara, respublika turnirlərinə hazırlaşması üçün 7 zonamız fəaliyyət göstərir. Birinci zonamız dron zonasıdır. Onu istəyər ki, bu dron zonasını sizə göstərək. Orada dronları uçurdaq. Amma təəssüf ki, qeyri-stabil hava şəraiti səbəbindən biz dron göstərə bilməyəcəyik. Biz 7-ci qrant layihəmizdə müəllim keçmişdə dronlar haqqında uşaqlardan da maraqlı olub alıb gətirən var idi. Yəni, bəli, dronlar texnologiyasına keçid etmişdik. Sizin məktəbdə tədris olunur mu? Yox, tədris olunmur. STEM bizdə bir 7 nömrəli baxacaq. Mərkəz yox, demək ki, Sansırayan mərkəz olur. İsmail. İsmail'də tabi olan mədə, çünki mərkəz alır. Mərkəz alır. Mərkəz alanın Ağdaşa yaxınlığı var. Bəli. Ağdaşda var. Bəli, var. Ağdaşa daha yaxın. Bizdə İsmail'də Səxavət var. Mən sizi Facebook'dan araşdırdım. Gördüm ki, Mingəçevir STEM mərkəzi və onunla da gəldim.
Ümumi ziyan mərkəzlərinin siyahısı var idi, orada götürdüm. Yəni sizin uşaqlar da, belə deyək də, hansı yaxın zonada mərkəz varsa ki, burada hazırlaşa bilərsiniz. İstər festival olsun, istər respublika turnir olsun, yəni bu, belə deyək də, bu icazələr var ki, yaxın zonalar, məsələn, bizdə Yevlaxda olan bütün şagirdlər gəlib bizdə hazırlaşır festivala, respublika turnirinə və nəsə kömək lazım olanda, ola bilsin ekskursiya, ola bilsin nəsə mallarla bağlı məlumatlandırma. Yəni sizdə bunu... Növbəti zonamız hazırda dayandığımız zonadır. Bura kids zonu, yəni uşaq zonası adlanır. Uşaqların daha ilkin proqramlaşdırma, kodlaşdırma bilikləri aşılamaq məqsədi ilə bu zonada 8 yaşdan başlayaraq artıq biz şagirdlərlə çalışırıq. Kod Lab modulu üzrə həftədə bir dəfə ödənişsiz dərslərimiz olur. Ümumiyyətlə, ödənişsiz dərslərimiz müxtəlif yaşlara əhatə edir. 8-16 yaş üzrə bizim 10-a yaxın fərqli modullarda ödənişsiz dərslərimiz olur, həftədə bir dəfə olmaqla. 100-dən çox şagirdimiz var Mingəçevir şəhərində. Burada bu zonada təcrübələr təmin olunur. Artıq yuxarı yaş kateqoriyasına aiddir ki, burada şagirdlərimiz müxtəlif robotların yığılması olsun, VEX, VEX-IQ, VEX-5 və s. kimi robotların yığılması, dizayn işlədilməsi, yarışların hazırlığı bu tür bir işlərlə məşğul. Növbəti zonamız Work Zone. Burada da İş otağı kimi yuxarıda şagirdlər. Bu otaqlarla çox aydın sizləri bir əyani olaraq tanış edəcəyik. Gedikli bir tanış olacaq. Hər otaqda adının və görünür dizayndadır. Məsələn, burada dedik kids zonedur. Niyə? Çünki buradakı robotlar hamısı 8-10 yaş aralığını əməli edir və burada yəni böyük yaş üçün yarış xəritəsidir və s. və ilə axır yerləşdirməmişik. Burada gördüyünüz bütün avadanlıqlar, legolar olsun, üstələnəmlər olsun, hamısı balaca yaş qrupu üçün nəzərdə tutulur. Yəni, otaqlarımızın dizaynında buna uyğun hər bir otaq. Məsələn, bu robotik zonda gedib inşallah tanış olacaq. Daha çox dronlar, robotlardır. Hansı ki, quraşdırılır, kodlaşdırılır, mini robot maşınlar olsun. Onun üçün bu otağımızda robotik adlandırmışıq. Uşaqlar, baxın, görürsünüz, burada təlimlərdir, ekskursiyalardır, müxtəlif şəkillər yerləşdirilibdir. Hal-hazırda bayaq Müşfiq müəllimə qeyd elədi, mərkəzimizdə ondan çox modul üzrə ödənişsiz şəkildə təlimlər mövcuddur. Bura olsun, dron, balaca yaş qrupu üçün kodlar, açlar, yəni proqramlaşdırma sistemlər, mexatronika, robotexnika və s. və ilə axır modullar daxildir. Həmçinin fərqli rayonlardan gəlirlər, ekskursiyalar iştirak edirlər. Bu, bizim mərkəz olaraq iştirak etdiyimiz yarışlardır. Dönə-dönə bayaqdan qeyd etdiyimiz SAV, yəni İstim Azərbaycan Festivalı, beynəlxalq səviyyəli bir festivaldır. VEX-IQ, VEX-5 bunlar həm respublika turnirləri olur, həmçinin də festivalda bir kateqoriya kimi ayrıca bölməsi var. Bu da FLL, Fest Legolik, onun həmçinin böyük yaş qrupu, kiçik yaş qrupu üçün kateqoriyaları mövcuddur. Bugün Bakıda Respublika çempionatı keçirilir. Bizim de bir komandamız həmin Respublika çempionatında iştirak edir. Mərkəzi hansı modullar üzrə təlimlər keçirilir? Robotics, 3DK, Coding, Artlab, Mekatronika və Robototexnika, proqramlaşdırılan sistemlər, biotexnologiyalar və s. modullar üzrə bizdə dərslər keçirilir. Yarışlar və nəticələr illər üzrə təəssüf ki, 2024-də update eləməmişik bunu. 2024-də də qeydimiz olur. 2022-ci ildə bizim 4 qızıl medal, 2 bürünc medalımız olur. 2023-cü ildə 3 qızıl medal, 3 gümüş medal, 1 bürünc medal. Respublika birincisi, Respublika ikincisi bu şəxslər bu il Respublika birincisi olur. Geçən il ikincisi olmuşlar, bu il iki biz idi. Getdilər, birinci oldular, qayıtdılar. VEX V5 kateqoriyası. Yəni, VEX-də Guinness Rekordlar kitabına düşən bir yarışdır. Beynəlxalq səviyyəli bir yarışdır. Bu il ümumi mərkəzi aran üzrə 10 medal oldu. 10 medalın 6-sı Mingəçevir,